Əsəbləşir. Mən bir də bura gəlməyəcəyəm. Gəl. Sən desən dəxil. Götürmüsən də bura. Aç götürməmişəm deyirəm. Yaq bura. Qarşımızda İlkin Feyziyev və Orxan Games var. İzləyici nə gözləyir? Təbii ki, real, səmimi və təbii bir kontent. Bu cür iki möhtəşəm YouTuber bir araya gəlibsə, bunu möhtəşəm dırnaqarası möhtəşəm. Çünki abunəsinə görə deyirəm möhtəşəm. Növbəti İlkin Feyziyev və Orxan Games eleştiri videosunu hamınız xoş gəlmisiniz. Bu səfər Orxan Games'in daha əvvəlki videodur, Orxan Games'in kanalında paylaşdığı. Mən hamısını evdə eləyəcəm. Amma adamlar videonun elə ilk saniyələrində əllərində kağız qovluqlu oturdub sensarla müzakirə edirlər Yusiflə. Buradan elə bilinir ki, bu video qurmadır. Yəni danışıqdan bilinir ki, bu video qurmadır. İndi bura qoyuram, baxın. Ən biabırçı tərəfi nədir bilirsiniz? Bu kadrlarda montajla kəsib atmaq. Yəni məncə videonun süni olmamasında səbəb elə bu kadrlardır. Yəni sən videonun ilk 20 saniyəsində artıq bilirsən ki, növbəti dəqiqələrdə izləyəcəyin hər şey yalandır və teatrdır. Bəs əgər biz bunun 100% qurma olduğunu biliriksə, siz bizi nəyə baxmağa məcbur elədiniz? Keçirik əsas səhnəyə, mətbəxə. Bəli, mətbəxə, çünki videonun demək olar 99% mətbəxdə keçir. Məsələ nədir? Güya ortadan 50 manat pul itib. İlkin Feyziyev ciddi bir sifət alıb, güya qarşısındakı uşağı Orxan Games, İlkin Feyziyev ciddi bir sifət alıb. Orxan Games İlkin Feyziyevi sorğusal edir. İlkin Feyziyevdən oturub dramaya rəng qatır. Onların yanlarında da adamlar adı yadımdan çıxdı. Onsuz da çox söhbətə girmir, xatırlamağa da ehtiyac yoxdur. Sən uşaqdan pulu götürmüsən, mən səni çəkirəm ki, mimikalarının yalanını tutdum. 50 manat vacib deyil cümlələrindəki süni psixoloji təzyiqə baxın. Amma aktyorluq o dərəcə bərbaddır ki, o dərəcədə süni görünür ki, ekran qarşısında oturan adam sadəcə utanc hissi keçirir. Qarşınızdakı uşağı oğru çıxarmaqla, onu kamera qabağında gərginliyə salmaqla, kontent yaratdığınızı düşünürsünüzsə, yanılırsınız. Çünki bu qurma videolarla heç bir yerə gedə bilməyəcəksiniz və bu videonun qurma olduğunu, ümumiyyətcə, demək olar belə videoların qurma olduğunu mən bir də bura gəlməyəcəyəm. Hədəfimiz budur, bu videoları aşkar etmək. Siz də dəstək olmaq istəyirsinizsə kanalımıza abunə olmağı və videolar qatmağı unutmayın. Hadisələr güya pik həddə çatır. Uşağa bax deyir, yəni İlkinə gəlməklə özünü müdafiə etməyə çalışır və budur böyük final. İlkin Feyziyev qəfildən daha sonra Orxan Games qəfildən İlkin Feyziyevin üstünə yeriyir, saxlayır və qucaqlayır. Aç götürməmişəm deyirəm. Yaq bura. Zarafat eləyir. Allah var eləsin uşaqlar. Necə idi? Xoşun? Qışqırtma idi, necə oynadıq belə. Həqiqətən bütün bu ucuz pafos, bu boyda gərginlik buna görə idi. İzləyicini saf yerinə qoyub 5 dəqiqə boyunca görəsən nə olacaq deyə saxlayıb, sonunda bu cür saxta qucaqlaşma göstərmək artıq 2016-cı ilin YouTube taktiki idi. İnsanlar artıq bu ucuz pranklara inanmır. Təəssüflər olsun ki, bizim Azərbaycanda belə pranklara tələbat böyüdür. Yəni YouTuberlərdə qınamaq olmaz. Amma mən inanmamağa çağırıram. Siz inanmasanız, inanın ki, həmin YouTuberlərdə o videoları çəkməyəcək. O videolardan qazanc əldə etməsələr, o qazancı siz onlara verirsiniz. Bəli, bu videonu izləyən sən. Əgər İlkin Feyziyev və Orxan Games kanalını izləyirsənsə, bu qazancı, bu video çəkmək geniş, yəni bu video çəkməyi sən onlara şərait yaradırsan. Sənin pulunla çəkirlər, yəni sənin dəstəyinlə çəkirlər o videonu. Yekun olaraq təhlilimizi eləyək. Əgər siz Orxan Games və İlkin Feyziyev kimi adları bir video toplayırsınızsa, ortaya keyfiyyətli, orijinal və real bir iş qoymalısınız. İzləyicinin vaxtını belə yarımçıq sensarlarla almaq olmaz. Siz də düşünürsünüz. Sizcə bu video Azərbaycan YouTube'undakı süni pranklardan biridir, yoxsa mən çox sərt yanaşdım? Lütfən yorumlarınızı yazın, dəstəyinizə ehtiyacım var. Biraz daha dərinə gedək dərinə. Sizə fərqli bir sübut gətirmişəm. Həqiqətən fərqli bir sübut gətirmişəm.
Orxan Games İlçi Feyziyevlə oturur, söhbət edir, o pulun söhbətini edir. İlçi Feyziyev güya deyir ki, mən heç vaxt bu qədər nə bilim qorxmamışdım falan. Uşaq yəni İlçi Feyziyev oturur elə bil danlayır da Orxan Games İlçi Feyziyevi. Daha sonra deyir ki, İlçi Feyziyev hardan pul götürdü? Niyə görə pul götürdü? Bir dənə qayda qarxıya, fikrimizi toplayaq və qayda qarxıya. Orxan Games deyir ki, sən mənim evimdə video çəkmişdin, açarı falan kim verib, belə bir şey olmuşdu səbəb bilmirəmsə. Yəni İlçi Feyziyev o nə videosu idi ki, Orxan Games'in evində çəkib? Bəlkə mənim Ha, gəldi çəkə bildin? Çəkdim abi. Nə çəkdin bax ha? Film çəkdik də. Allah sənə var eləsin. Necə videoydu? İndi baxarıq yaxşı görək də necətdə. Abi, çox Həqiqətən də sağ ol. Yusif mənə bunu elədi. Çox pis oldu da, yəni mən bunu gözləmirdim. Mən bunu gözləmirdim ki, yəni qəfildən yəni girəsən evə belə bir şey eləyəsən. Abi şey Amma- oldu. Bütün otaqları zaten hamısına icazə verdiyin üçün çox sağ ol. bu videodan əvvəlki videom ola bilər ki, onun qurma olduğunu siz ondan əvvəlki videoda sübut eləmisiniz. Bəlkə gəlib evə oğru girdi videosuyla. Gizlicə gizlənib Orxan Games'i qorxutduğum videosunu sən özün ifşalamsan öz videonda. Bir dənə bu hissəyə baxaq, bir dənə yenə beyinləri sıfırlayaq. Diqqətlə qulaq asın. Orxan Games İlçi Feyziyevə deyir ki, sən mənim evimdə video çəkmişdim. Çox qəşəng, çox gözəl kontent çıxarmısan, əladır, paylaşacaqsan. Amma evimdəki pulu yəni götürmüsən də, sual verir. İlçi Feyziyev necə video çəkə bilər? Paylaşıb? Yox. Gələcək gün bunu göstərəcək. Paylaşırsa, paylaşacaq. Paylaşmırsa bu o deməkdir ki, qurğu videosunu özləri ifşalayıblar. Məsələn, girdim Orxan Games'i qorxutduğum videosuna mən tənqid eləmişdim. O videoya baxsaq, Orxan Games'in evində çəkilib bu video. Bu da o deməkdir ki, öz videolarını öz videosunda ifşa eləyiblər. Bəli, bu o deməkdir. Yəni, hər şey bərbaddır da. Videolarda hər şey bərbaddır. Çünki məsələn başlıqlara baxanda Orxan Games'in videolarından gedir də söhbət. İndi bura qoyuram şəkili. İlçi Feyziyev ağladı. İlçi Feyziyev ağladı. Bunu hansı hormonu çatışmır ki, dəqiqədə birdə bütün videolarda ağlayır. Bu necə kontentdir, bu necə videodur, bu necə youtuberlidir. Yəni həqiqətən tənqid eləyəndə çox əziyyət çəkirəm bu videoları. Yəni tənqid deyiləcək sözüm yoxdur sizə. Bir videonun sonuna çatdıq. Kanala abunə olmağı, video like atmağı unutmayın. Sağ olun, növbəti videoda görüşərik.